Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Allahın salamı olsun hər birinizin üzərinə. Bugün mart ayının 6-sı, budamamız davam edir. Bugün mən sizə artıq Zaqatalada qar yağdığını bilirik. Ayın 19-undan ta deyək ki, bir uzun müddət qar yağdı və artıq qarın əriməsini görürük və bizim işlərimiz davam edir, budamamız davam edir. Və biz hal-hazırda yenə də nəyə toxunacağım? Deməli, hər kəs tozlamanın nakam olduğunu, kəm qaldığını, tozlamanın tamamlanmadığını, müxtəlif fikirlər, yəni heç bir... Mən elmi əsası deməzdim. Ona görə ki, biz baxırıq ki, hətta bəzi elə məsələlər var təbiətlə bağlı. Bunun elmi əsası da yoxdur. Elmi əsaslanmaq olmaz. Təbiətlə, bioloji varlıqlarla demək olar ki, düzdür. Bəzi insanlar indi bəlkə başqa... Yox, mən sizə tam əminliklə deyim. Biz bu 10 il ərzində gördük ki, burada elə məsələlər var, burada elmi əsaslanmaq yox. Burada hava şəraitinə, havanın deyək ki, hərarətinə əsaslanmaq lazım. Bu fərqlidir, dəyərli izləyicilər. Bu ilin gəlməsi ilə, ilin tamamlanması ilə, yəni qışın deyək ki. Əsas burada qışın necə gəldiyi, qışın nə vaxt bitdiyi əsas budur. İndi mən sizə tozlanmanın necə getdiyini, hələ də onun davam elədiyini, artıq yenə deyəm, havanın temperaturu istidir və bunun davam elədiyini sizə əyani olaraq göstərəcəm. Belə. İndi dəyərli izləyicilər, gördüyünüz kimi artıq dişi çiçəyimizi sizə göstərirəm yenidən havanın istiləşməsi ilə əlaqədar olaraq artıq deyilir, tozlanma başa çatmayan meyvə gözlərində yenidən tozlanma davam edir. Baxın, artıq dişi çiçəyimizi görürsünüz dəyərli izləyicilər, turmucuqda. Burada artıq bu növümüz çox maraqlı bir növdür, çox həm məhsuldar bir növdür dəyərli izləyicilər, həm də mən sizə bunun maraqlı bir xüsusiyyətini vurğulamaq istəyirəm. Bax, artıq görürsünüz burada dişi çiçəyi qırmızı rəngdə, bu da erkək çiçəyimiz. Baxın tozuna dəyərli izləyicilər. Baxın necə toz verir. Bax, tozlayıcı budur dəyərli izləyicilər. Tozlayıcı hər hansı bir mütləq cır deyə bir şey yoxdur. Mən bağımda cır əkməliyəm, bu mənə tozlayıcı olsun. Baxın dəyərli izləyicilər. Burada artıq hələ tam günəş vurmayıb. Bəzi gözlərdə yenidən toz vermə. Baxın dəyərli izləyicilər. Baxın, baxın, baxın. Bu hələ də neynir? Tozlanma prosesi deyək, həm özü öz dişilərini tozlayır, həm də bizim ata-baba növün və yaxud da hər hansı bir tozlanması tamamlanmayan hava şəraiti ilə bağlı növün neynir? Tozlanmasını təmin edir. Gördüyünüz ki, dəyərli izləyicilər, burada öyle yaxşı düşmür. Mən toxunduqca çox gözəl artıq şəklər toz. Bu tozlayıcı budur dəyərli izləyicilər. Yoxsa hər hansı bir, heç bir nəyi olmayan, deyək ki, məntiqlə və yaxud da yenə deyəm, elmə əsaslanmaq bəzi nələrdə əsaslanacaq. Ancaq elə məsələlər var təbiətlə bağlı. Burada elmə əsaslanmaq olmur. Bu belə, yəni gəlmir düz. Kimsə bunu desə də mənə inandıra bilməz ona ki, gəlmir. Baxın, hələ bu erkək çiçəklər hələ tam oyanmayıb və günəş vurduqca baxın, baxın tozuna. Baxın, çox gözəl. Burada belə görünür. Çox gözəl artıq neynir? Tozlama. Yəni artıq yenə deyirəm, bu proses yenidən davam eləyəcək. Baxın, 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 daha izləyəcək. Bu prosesdən davam eləyəcək və bizim bu gözəl sortlarımız hələ də erkək çiçəklərinin. Baxın, 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 baxın. Hələ baxın, heç baxın dəyərli izləyicilər, baxın, baxın, baxın. Hələ tam açmamışdır. Bəzi insanlar deyir ki, ay qar yağdı, tozlanma belə. İnansızmı, mən onu vurğulayayım dəyərli izləyicilər. Sovetlər dövründə mart ayının sonuna qədər hətta qar ərimirdi. Hətta mart ayının sonuna qədər deyim ki, 0 dərəcə olan illər olub. Ona görə də dəyərli izləyicilər, təbiət müşahidə ilə, təbiət necə deyim, təcrübə ilə, təcrübəyə əsaslanacaq. Hər ilin öz deyək ki, maraqlı bir nəyə gələcək? Hər il bir formada gələcəkdir. Bəzi tez baxın, hələ də burada açmayan erkəklər var ki, hansı ki, bunlar tozunu verəcək. Belə dəyərli izləyicilər. Yəni, burada əsas nəyi demək istəyirəm? Bugün mart ayının 6-sıdır, yenə vurğulayıram. Artıq tozlama yenidən davam edir. Belə gözəl növlərimiz var. Gördüyünüz kimi, baxın, çox maraqlı bir növdür. Düzdür, burada budama aparılmayıbdır. Bağ sahibi bağa çox biganə yanaşır. İndi onu da gələcəkdə inşallah onunla da danışıqlar apararıq. Belə bir növlərə hər kəs müraciət edə bilər. Buradan o köklərdən ala bilər bağında bu növdən. Həm gözəl iri fındığı var. Biz baxdıq ki, çox gözəl iri fındığı var. Həm də neynir? Bağımızda belə növlər bizə il 12, yəni deyək ki, yanvar ayından ta hələ də bunun erkək çiçəkləri neynir? Bizim dişlərimizin mayalamasına kömək eləyir. Bax, tozlayıcı növlər bunlardır dəyərli izləyicilər. Belə növlərə müraciət etməliyik. Belə inşallah.